Bismillahirrahmanirrahim. Assalamu aleykum və rahmetullah. Allah ibadət itaatlərinizi qəbul eləsin. Yenə də Nəhcül Bəlağə verilişində əziz və dəyərli ustadımızla birgə sizin hüzurunuzdayıq. Allah Taala inşallah qəbul eləsin. Allah Taala bu sözləri bizim qəlbimizdə təsirli qərar versin. Salam aleykum. Yenə də xoş gördük sizi. Həmişə bu cür gözəl, faydalı verilişlərdə inşallah sizdən faydalanıq. Allah kömək olsun inşallah. Allah qismət eləsin. Amin. Acı keçən səfər Həzrət Əmirül-Möminin əleyhissalamın Nəhcül Bəlağədən 17-ci xütbəsinin ikinci hissəsini biz orada bəzi cümlələrə, bəzi fikirlərə deməli fikir bildirdik və o barədə siz bəzi açıqlamaları etdiniz. İndi ardı olaraq hacı istəyirəm ki bir neçə cümlə də oxuyum onları Həzrətin o xütbəsindən. Buyurur ki Cahilun xabbatu cəhalat. O cəhalət zülmətindən sərgərdan qalan nadandır, yəni cahildir. Təhlükəli zülmətdə davamlı olaraq yol gedən kora bənzəyir. Yəni zülmətdir, təhlükəlidir. Bu zülmətin özü də, yolun özü təhlükəlidir, bu da kordur. Və orada yol yeriyir. O heç zaman biliyi düzgün şəkildə öyrənməyib. Buna görə də heç bir məsələdə qəti qərar verə bilmir. Keçən səfər ona toxunmuşdu. Hədisləri küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur. Necə külək gələndə otları elə o tərəf bu tərəfə dağıdır, səpələyir. Bu da deyir o məlumatları, hədisləri, elmi elə o cür faydasız şəkildə dağıdır. Yəni nə yerini bilir, nə məskənini bilir, harda bu hədis tətbiq olunmalıdır, harda bu elm danışılmalıdır. Onların heç birisini elə necə gəldi danışır, harda gəldi danışır. Öz fikrincə onlardan nəticə çıxarmağa çalışır. Amma heç bir nəticə yoxdur ortada. Allaha and olsun. Nə qarşılaşdığı məsələləri həll etməkdə etibarlıdır, nə də yaltaq məddahların onun haqqında söylədikləri mətlərə ləyaqəti çatır. Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir. Özü bir məsələni inkar edir, amma inanmır ki kimsə bu məsələni bilə bilər də. Deyir ki, mən inkar edirəmsə, bu deməli bu şey yoxdur. Yoxdur, bəli. Bilmir ki, da bunu hamı bilir ki, bu yalan danışır. Bəli. Burada saxlayıram acı. Bismillahirrahmanirrahim. Və bihi nəstəin. Allahın salavat salamı olsun inşallah Peyğəmbər əhl-i beytinə və müminlərə. Allah bizi bəyəndiyi bəndələrdən qərar versin və bu cürə cahil insanlardan qərar verməsin inşallah. Doğrudan da acı əleyhissalam bu işarə elədiyi kəlam cahilu xəbbatu cəhalatin. Bir nadandır ki, cəhalət qaranlığında sərgərdan və heyran qalıb. Bir dəfə də tərcüməsini onu mən deyim qoy. Bir nadandır ki, cəhalət qaranlığında heyranda qalıb. Adam bir var, məsələn, gündüzün gün orta çağı aza, o ən azı günəşlə adına cəhəti tapar gedər. Gecə, məsələn, baxar aya, filana, bəs məkana, ondan, məsələn, hərəkət edə bilər. Əslən, biraz astronomiyadan başı çıxsa, ulduzlarla cəhəti tapar gedər. Ondan sonra hansısa bir kətdən işıq gələr, nə bilim, yolla keçənə rast gələr. Amma bu adam düşdüyü yerdə bu şeylərin heç birindən əsər əlaməti yoxdur. Ki, məsələn, bir kimsə burada buna rast gələcək, ya ay çıxacaq, məsələn, ya məsələn, ulduz çıxacaq, ulduza baxacaq, ya məsələn də belə sözün pis çıxmasını, o nağıldakı kimi bir tərəfdən itirəcək ki, biləcək ki, burada bir yaşayış, bir əlaməti var, məsələn. Bunların heç biri yoxdur. Ən pisi də deyir, məddahlar onu mət edirlər. Bəli, pisi də budur ki, bir dəstə də onu mət tərifləyir. Deməli, bunu hələ indi gəlib ora çıxacaq inşallah, bu vəziyyətdədir. Elə bir bədbəxtliyə salıb bu dediyimiz, yəni insanın bu vəziyyətdən çıxmağına heç bir əsər əlaməti yoxdur, bir inam yoxdur, bir ümidi yoxdur. Niyə? Amma adam bir yerə gedəndə ümidi budur ki, qaydanda öz izi ilə qaydacaq. Ayaq izi ilə. Gələndə görür ki, o ayaq izin, məsələn, pozulub, körranıb,
Amma bir də var adam bu da günahsızdır da bu adam deyək ki, bu gedəndə nişanə qoymuşdu, ona ümid eləyirdi, gəlirdi, ağıllı bir dənə iş görmüşdü. Amma bu elədir ki, gedəndə bir var izi düşməyib heç, bir də var düşən izin də bu pozub. Özüm bura məsələn gəlib bu vadiyə salanda bu bilib ki, mən hara gedirəm də. Boş yer məsələn də bunu məcbur gətirib vertolyotla atmayıblar ki ora. Bu özü gedəndə bilib ki, mən bura gedirəm. Özü şuurlu surətdə. Məsələn bizim azı fiqhi məsələlərimizdə var. Biri məsələn bir dənə alver eləyib, alver səhv olub, məsəl üçün deyirəm də, mən dəqiq bir mövzunu demirəm, ümumiyyətlə deyirəm. Burada deyirlər ki, bu alver səhv olub, burada bunun haqqı bura qayıtmalıdır, bu, məsələn, bunun ziyanını bu çəkməlidir, bunun ziyanını bu çəkməlidir. Adam bilə ki, bu məsələn, bu mal eyblidir, neynir, onu alır, onu alır. Bunun heç kimlə, heç nə tələb eləmək haqqı yoxdur. Niyə? Fiqh deyir ki, çünki bu özü varid olub, özü iqdam eləyib bu məsələyə. Lord dildə dösü özü görə özünü salıb bu vəziyyətə. Bu adam gedə izlərini silib ki, qaydanda nə olmasın? Yol tapmayın. Yol tapmayın. Məsələn, elə bir bənzəyir bir dənə adama ki, gəmi ilə keçib sahilin o bir tərəfinə, vurub gəmisini yandırıb. Geri qayıtmağa da gəmidən başqa heç nə mümkündür. Bir dənə bunun gəmisidir, o da vurub yandırıb. Bu heç vaxt bu tərəfə qayıda bilməyəcək. Həzrət deyir, bu bədbəxt nədir? Özünü aparıb ora, gəmisini də yandırıb, miniyini də yandırıb, izini də çorlayıb, pozub ki, qayıda bilməsin. Bəziləri müəyyən məqsəd üçün bu işi görüblər də. Məsələn, tarixdə İspaniyanın fəthində görürsən ki, o sərkərdə əmr eləyir ki, gəmiləri yandırın və məsələn, nə qədər bizə bu günlərdə azuqa lazım olacaq, ancaq onu götürün ki, o əskərlər bilsinlər ki, ya fəth eləməliyik, ya da ölməliyik. Bu ayrı, bu məqsəd yönlü şəkildə. Hətta onun özü də düzgündür əslində, biraz dərinə geçsin. Bəli. Birdən dərinə geçsin. Çünki bu adam nə imam döyürdü, nə peyğəmbər döyürdü, nə məsələn, ilahi elmi yox idi, dəqiq belə ki, bizə. Birdən qaydamalı olaydınız. Yəni ümumiyyətlə də o işin özündə bir tarixi bəhs var. Bəzi cəhətlərdən ki, iradlıdır. Çünki məsələn bir şey şuurlu şəkildə olmalıdır. Əqli qəbul edən bir formada olmalıdır. Ondan sonra məsələn belə də hələ onu qoyaq bir qırağa, eybi yox. Amma hər halda misal kimi o cürədə, geriyə yolu yoxdur. İndi orada deyək ki, hələ məsələn də onun o fikir, o düşüncə, o ideya, o siyasət düzgün olmasa da belə, bunlar özlərinə görə bir şeyləri var idi. Bir fikirləri vardı, buranı fəth eləməlilər. Amma sən qaranlığa girəndə nəyi fəth eləməyə girmişdin? Hansı fəth? Ona görə burada deyir ki, ləm yəəzzə ələl ilmi bizir sin qati. Zir ağıl dişi mənasınadır. Məsələn, deyirlər, bəzən belə cəmaat içində deyirlər ki, hələ ağıl dişini çıxartmayıb. O düz deyil, ağzımızda olan diş ki, yaşlı vaxtı çıxır, ona ağıl dişi deyirlər. Güya məsələn, bu vaxt adamın ağlı kamilləşir, çox adam onu çıxartmır. Əslində o ağıl kamilləşdirmir. O yaşın bir dövründən xəbər verir ki, adətən adam o vaxtda nədir? Hədə ağıllaşır, müdrikləşir, o mənadadır. Həzrət də deyir ki, heç bir elmi bu, o ağıl dişi nəylə, ağıl dişi ilə eləməyib də. Yəni, düşüncəsi əqrəmə, bizim düşüncələrimiz var, bizim xəyallarımız var, fikirlərimiz var, eşqimiz var. Eşqi insan yaşadır. Amma onun payəsində nələr olmalıdır? O özü mövzudur. Məsələn, bir dəfə də bunu biz səhv eləmirəmsə, bəhs eləmişik. Bəzən, məsələn, biraz bu poeziya ya da məhəbbətləri çox olan adamlar deyirlər ki, bu ağıl deyir, abi, eşqidir. Ki, məsələn, gətirirlər, eşqi ağıldan üstün verirlər. Amma mən, məsələn, bunu dəfələrlə demişəm, yenə də deyirəm. Sözümün də üstündə inşallah belə duraram. Və mən tarixdə də belə iddia ilə heç vaxt danışmamışdım. Bu da birincdə deyildi. Ki, o eşqi ağıla söykənmir, o heç vaxt həqiqi eşq ola bilməz, nə də heç vaxt da gedib axıra çıxa bilməz. Bir şey ki, o təfəkkür gərək ağıla söykənə, tədəbbür gərək ağıla söykənə, təəmmül gərək ağıla söykənə. Bunların təqribən üçü də eyni, yaxın mənaları var. İndi bəzi incəli yerlərdə fərqləri var. Yəni, insanın hər bir işi ağıla söykənməlidir. Ağıl insanı idarə eləməlidir. Və
insanda hər bir məhsul ortalığa çıxırsa, o nə olmalıdır? Ağlın vasitəsilə çıxmalıdır ortalığa. Bir eşq ki, gəlib ağıldan qabağa keçib, ağılı saymır, o nə olacaq? O eşq olacaq, heç nə elə belə. O eşq insanı aparacaq, məhv eləyəcək əslində. O eşq gətirər insana, məsələn, aşıq eləyər şeytana, gedər o şeytanın dalıcan. Adını da qoyar ki, eşqdir də, ağıl burada qələmi işləmir, məsələn. Hətta bəzi dahilərsə, deyiblərsə, burada bu eşqin işidir. Orada onların məqsədləri, yəni ağıldan nəticələnən bir işdir. İndi buradakı məsələn deyir, bu hərəkət, bu gediş gərək bir ağla söykən idi. Əli əleyhissalam deyir ki, o ağıl dişi ilə o işi görməyib. Yəni bunun elmi heç vaxt ağılına neynəməyib, söykənməyib. Və biz də bilirik ki, elmlə əqlin heç vaxt ziddiyyəti olmayıb. Elmlə ağlın heç vaxt ziddiyyəti olmayıb. Elm ağla söykənib, elm əqildən gəlib, elm əqillə dəyərlənib, öz növbəsində də əqillə xidmət eləyib. Amma bu dediyimiz elm həqiqətdən elm deyil. Bunun özünün nə idi? Özünün istehsalıdır. Özünün istehsalıdır. Özü oturub özü mollalıq eləyib, belə deyək də. Özü özündən mollalıq eləyib, gəlib çıxıb, ondan da sonra görürsünüz nəticədə nə deyir? Deyir, la məliyyin vəllahi bi istari ma vərədə əleyhi. Deyir, and olsun Allaha, and olsun Allaha. Bu məğrur olan nadan heç bir məsələ, deməli, o məsələlər ki, onun üzərinə gəlib, heç birində etimad olunası adam olmayıb. Kimlərsə hansısa məsələni götürüb buna tərəf gətirib, sən bu məsələni həll elə, sən bu işi düzəlt, sən bu mövzunu bir tərəfə çıxart. Bunların heç birində o qabili etimad olmayıb. Etimad yeri olmayıb. Bunu gələn də başa düşməsə, o özü bunu dəqiq bilib. Hacı, Həzrəti Əmirül-Müminin yəqin ki, qeyri-müəyyən bir şeydən danışmayıb da. Məsələn, burada onun xüsusiyyətlərini danışır burada. 100% konkret müəyyən insanlardan danışır. Onun dövründə hansı ki, o şəxs insanları aldadır, insanlara bədbəxtlik yoluna sürükləyir və bir dəstə insanlar da onu tərifləyir, mədh eləyir. Və yəni konkret şəxsiyyətlərdən danışıb əslində Əmirül-Müminin. Çünki Həzrət Əleyhissalam ümumiyyətlə tərifli xüsusiyyətlər, tərifli insanlardan danışanda da konkret insanlardan danışır. Xüsusilə məsələn birinci öz xüsusiyyətlərini deyirdi. Məsələn təqvaların xütbəsini deyəndə əslində öz xüsusiyyətlərindən danışırdı Əmirül-Mümin. Amma ümumi təqva müttəqiyə nisbət verirdi onu. Elədir. Amma əslində yəni özü nə edirsə, özü necədirsə, sanki özünü oxuyur orada. Bəli. Və eyni zamanda təbii biri də soruşsa ki, Əli özün tərir, yox. Niyə qoymadı Əli onu başqası desin? Əli əleyhissalam, yəni hədr-ü ənnisi, mən az istəyirəm o kimsə belə bir sual verə bilər, kimsə düşünə bilər ki, niyə Həzrəti Əli məsələn öz xüsusiyyətlərini deyirdi? Həzrəti Əlinin o xüsusiyyətləri Allahın istədiyi, bəndədən gözlədiyi xüsusiyyətlərdir. Onu niyə başqası demirdi? Çünki başqası o fəzilətli Əli əleyhissalamda görə bilməzdi. O təqvanı Əli əleyhissalamda görə bilməzdi. Əli əleyhissalamın da boynunda vacibdir insanlara əmr bil məruf nəhy əz münkər eləsin. İnsanlara nümunə olsun, insanlara haqqı göstərsin. Bunu Əli əleyhissalamın ətrafında olan bir adam yox idi, qüdrəti olsun ki, bunu Həzrəti Əli əleyhissalamdan müşahidə eləsin, üzə çıxarsın. Yaxşı? Ona görə məcbur qalır. Fəəmmə bi ni'məti rəbbikə fəhəddis. Allah Quran-ı Kərimdə deyir. Allahın nemətlərini danışmalısan. İndi səndə yoxdur, məndə varsa, sən məndəkini danışa bilmirsən, mən məcburam neyiniyim? Mən özüm deyim. Həzrəti Peyğəmbərdə də olub belə şey. Sizə kim ədaləti gətirdi? Sizə ədaləti kim başa saldı? Qızları diri-diri bastırmağa sizə kim tərk etdirdi? Tikanlıqda yatmağı sizə kim tərk etdirdi? Peynirli su içməyi sizə kim tərk etdi? Mən tərk etdim də. Düşmənçilik, müharibəni kim yatırdı məsələn? Kim sizi qardaşlıq? Qardaşlıq, bəli. Əslən insanın insanla qardaşlığın
kim başa saldı sizə? Kuntum əla şəfa hufrətin minənlər. Siz gördünüz, Quran deyir, cəhənnəmin o ateş çuxurunun düz ağzında dayanmışdınız. Allah sizi neynədi? Oradan xilas elədi, qutardı. Çünki bunu Peyğəmbər oturanda münaqişəyə, mübahisəyə ya bir dənə nümunə və ülqu kimi göstərəndə məcburdur özün desin. Başqası da onu deyə bilməyəcək. İndi demirəm paxıllıqdan deyə bilməyəcək. Yəni görə bilməz bəzi. Görə bilməyəcək. Yəni hədur ənnissə ilə əleyhissalamdır. Və la yəlqa ilə əyyətdir. Məndən fəzilət seyl axırdı. Özü o qədər yüksək səviyyədən axırdı ki, hətta quşlar da uçub ora qona bilmirdilər. Onu məcburdur özü desin. Təbiidir ki, ona görə də təqvalların sifətini deyəndə belə deyək, bir dənə insan insaflı olsa, Həzrəti Əlinin Həmmam xutbəsini otursa, mütaliə eləsə, tarixdə də axtarsa, görün bu sifətdə olan insan olub, olmayıb, gələcək əleyhissalama çıxacaq. Ki, elə bu özü olub. Bu özü olub. O, əttarın o quşları var, deyir, gedir bir yerə çatacaqlar bir mərhəliyə. Orada o simurq quşun ya səməndər quşun görəcəklər orada. Yığışır quşlar buradan uçur. Hərəsi bir mərhələdə qalır. Biri gedir, çıxır ora. Gedir, çıxır, görür burada heç bir quşdan xəbəri yoxdur. Orada başa düşür ki, elə o simurq, səməndər quşu odur ki, bura gəlib çata bilir. Ona deyirlər, yaxşı. İndi insan gələcək, baxacaq, görəcək, təqva elə budur. Təqva bunun özüdür. Hətta məsələn, bəzən biz o məslərin özün nisbət veririk ismi failədə, iş sahibinə. Məsələn, deyirik ki, hüvə adilun, o adildir. Bəzən də deyirik, hüvə ədlun. O ədalətin özüdür. Yaxşı. Məsələn, deyirik ki, o təqvalıdır. Bir də var, deyirik ki, bu təqvadır, elə təqva özü budur. Təcəssümüdür də təqvanın. Demirik ki, insanda Allah Taala təcəlli eləyib, yaxşı. Təqva da bunda təcəlli eləyib. Əslən, təqvanın meyarı budur. Yəduru heysidar, bayaq o hədisi oxuyur deyə, əl-həq, məli və əliyyün məl-həq. Ki, budur, burada bundan başqası olmayacaq. İndi hələ sözüm budur ki, Həzrət də bu, siz elə bilirəm onu demək istəyirdiniz, deyəsən mən biraz çox müdaxilə elədim. Həzrət zəmanəsində bu adamları görüb ondan danışırlar. Mən onu demək istədim ki, mümkün deyil ki, ətrafda olan Həzrəti Əli, məsələn, qeyri-müəyyən bir obyektdən danışır. İnsanlar da onu eşidəndə kimdən danışır, nədən danışır. Bu mümkün deyil belə bir şey olsun. Bir də acı, bir dənə də mövzu var. Əli əleyhissalam hətta o cəmiyyətin hamısı Həmmam kimi təqvalı adamlar olsaydılar ki, Həzrəti Əlinin moizəsindən daha dözə bilmədi, dünyasını dəyişdi. Onlar orada məsələn, ola bilərdi fikirləşsinlər ki, bu Həzrəti Əli kimlə danışır? Onların məsələn cavabında demək olardı ki, Həzrəti Əli o şəxsdən danışır ki, o məsələn deyək də, necə deyim, o obrazdan danışır ki, sizə tanıtdırır, insan bu cürə də ola bilər. İnsan bu cürə də ola bilər. Məsələn, Quranda bəzi insanların adını gətirib. Niyə Quranda Əbu Ləhəbin adını gətirib? Təbbət yəda Əbi Ləhəbin və təb. Onun məsələn, Əbu Ləhəb Peyğəmbərin düşməni idi. Baxmayaraq ki, həmisi idi. Yerlə bir özgə idi, işimiz yox. Peyğəmbərin düşməni idi. Arvadı da Peyğəmbərin düşməni idi. Niyə qiyamətə qədər hakim olan Quran da Əbu Ləhəbin adı gəlməlidir? Özü dəstəmazsız da əl vuranməsləməli onun adına. Yaxşı, o bəli, mümkündür Əbu Ləhəb bir də tarixdə təkrar olunmasın. Amma onun gətirilməyinin bir cəhəti də budur ki, Əbu Ləhəb olub abasız insanlardan. Bax, sən kişidən, sən qadından bir dənə Əbu Ləhəb var idi. Bir dənə də kim var idi? Və mrəatuhu həmmalətəl hətəbi fi cidihə həblum min məsəd. Tikanları daşıyıb gətirirdi Peyğəmbərin ayağına. Ehtiyatlı olmaz, siz də gəlib Əbu Ləhəb olarsınız. Gələrsiniz o Ümmü Cəmil olarsınız. Bəli. Bu da var. Bir də ki, Əli əleyhissalamın, yəni imamların elmi imaməti var idi. Gələcək hadisələrdən xəbər verirdi. Həm onlara deyirdi ki, bu cür olmur. Bədbəxtlər gedəndə elə yerə gedin ki, qayıdıb çıxa biləsiniz. Bu bir. İkinci də ki,
yəni xəbərdarlıq da ola bilər siz üçün belə. Nə qədər var səyəkun əleykum, səyəkun zamanı əleykum. Tezliklə belə bir zaman gələcək, tezliklə bir zaman gələcək. Biz görürük ki, elə doğrudan Əli əleyhissalamdan 200 sonra o iş baş verib. Peyğəmbərdən 300 il sonra bu iş baş verib. Sən və xələfə min bədihim xəlfun əzəus salat və təbəu şəhavat. Məsələn, həmin zamanda namazı zay eləyib həvaiş nəfsinə tabi olan mümkün idi olmasın səhabə və müsəlmanların içərisində. Amma Allah Teala Peyğəmbərə deyir ki, bundan sonra sənin ardınca bir dəstə gələcək, namazı zay eləyəcəklər, həvai nəfslərinə tabi olacaqlar. Gördün necə zay elədilər? Məst halında gəlib namazı qılır, sübh namazını 4 rəkət, özü də deyir ki, çoxdursa 2 rəkətsiz mənə borcda, azdırsa mən də istəyirsiniz bir 2 rəkət də qılım. Yəni bir var məst halında gəlmək bir müsibət, Quran ki deyir və la təqrəbus salata və antum sukari, hələ burada aid eləmək olar onu, başqa cəhətləri də var. Bu məst halında gəlib məscidə girib ehtiramsızlıq eləyib, bu Allahın dinin ələ salıb, məsxərə eləyib, dinə namazda ehtiramsızlıq eləyib, filan olub, bəs məkan olub, oradan çox pis adam olub, acı. Məsələn, bizim cəmiyyətimizdə bir günləri heç şərabxor adam namazı o cürə təhqiramiz yanaşmır. Namaz qılmayandan getmir ha söhbət. Hətta bir adam içki düşkünü də olsa, görsən heç vaxt ona deyirsən ki, bu vəziyyətdə gələ məsələn bu möhürü girməsi də adamı öldürər, deyərsən, nə danışırsan? Yaxşı, amma o qədər onlar xəbis idilər, onu da elədilər. Sözümüz yox. Amma gələcək üçün bu bir dənə mesaj idi ki, belə adamlar olub, Əbu Ləhəb də olub, arvadı da olub. Bələm-i Bağuranı niyə söhbətini edir? İbrətdir. Belə olarsınız, məsələn. Məsələn, bizim elə 11-ci imam, 12-ci imamın dövründə Şəlməğani. Bəli, Şəlməğani. Şəlməğani özü bir də alim idi. Kitabları var idi, yazıları var idi, filanı var idi. 2 dənə də imamın səhabəsi idi. Fəsadı elə bir dərəcəyə gətirdilər. 6 dənə imamı zəhərləyib, şəhid eləyən Bəni Abbasilər bunun fitnə fəsadına dözə bilmədilər, axırda özləri öldürdülər zindanda onu. Bunlar hamısı bir dənə ibrətdir, insanlara mesajdır. Bəzən biz bəzi şeyə nağıl kimi qulaq asırıq, yaxşı, danışıqdan ləzzət aparırıq. Ya, məsələn, ürəyimizə təsir edir, deyir, Allah lənət eləsin Şimrə, Allah lənət eləsin Yezidə. Nə pis adam olub, ona baxay. İmamın yanında olub, bu belə fikirləşib. Bizim imam yoxdur bəyəm yanımızda. İmamın yoxluğu, bizim yanımızda olan yoxluğu, imamın yanında olan o pis adam ki var, bizim o pis adam kimi olmağımıza imamın yoxluğunun hansı təhrikləri var? İmamı bəyəm yox, biz imamı yox bilmirik ki. Mənim yanımda yoxdur. Var. O gözü ilə görürdü. Mən amma ondan nədir? Bəlkə də ondan da artıq bilirəm. Ondan da artıq bilirəm ki, imam var. İndi mənim onun yanında imam var, o işi görürdü. Mənim yanında imam yoxdur. Mənim imama əqidəm ondan da çoxdur. Amma mən ona qulaq asıb lənət oxuyuram. Özüm də o işlərdən görürəm. Özüm də o işlərdən görürəm. Yaxşı, mövzu burasındadır. Məsələn, Əli əleyhissalam, bax bu adamın barəsində mən bir 2 sətr qabağa keçim, hacı. Sonra siz... Hacı, mən bir dənə də ona toxumaq istəyirəm ki, sizin dilinizdən onu eşidim. Məsələn, burada Muaviyyə, ya Əmras, ya onun kimilər, düzdür, burada qeyd olunan xüsusiyyətlərin bir hissəsi onlara aiddir. Bəli. Amma bu ki, bu adam bilmir və bunu yalandan da təşviq eləyirlər, bilənlər, məsələn, o məkirli insanlar da bunu təşviq eləyirlər, daha da bu cəhalət girdabında. Məsələn, bu çox da Muaviyyə Əmrasa uyğun gəlmir. Düzdür, bəzi xüsusiyyətlər uyğun gəlir, amma hamısı yapışmır. Çünki onlar bilirdilər ki, məsələn, mənim dediyim şey deyil də, düz deyil də, yəni Həzrət Əli düzdür. Onlar bilirdilər, Əmras bilirdi, Muaviyyə bilirdi. Onlar həva nəfsinə tabi olmuşdular, dünyaya, axirətlərini dünyaya satmışdılar. Burada məsələn, Əbu Musa Əşəri kimi insanları mən nümunə götürə bilərəm ki, bu şəxs cahilidir,
Amma öz cəhlində o qədər israrlı idi ki, sanki bu yəqin üzərindədir. O xüsusilə Siffin müharibəsində Həkəmeyn məsələsində o küfəlilər dedilər ki, Əbu Musa Əşəri olsun bizim hakimimiz. Həzrət Əli razı olmadı. Amma o da qəbul etdi. Yəni bir dəstə insanlar onu təşviq eləyir, onu mədh eləyir, onu imam bilir, onu qari bilir, muqri bilir. Amma o da yenə də buna aldanır və gəlir baş çıxmadığı məsələlərə başını soxurdu. Əli Rəssalam onu deyir də, bu təriflərə də layiqdir. O biri səhifədə deyir. Bəli, burada oxuduq. Bəli. Ki, mədhlərə də layiq deyil. Özün bilirsən də, sən bu təriflərə layiq deyirsən. Bir də bir dənə mövzu var acı. Əmrasla Muaviyyənin götürdükləri qədər də Əbu Musa bir şey götürmür. O da elə deyil. O da məsələn biri vurur özü dağa, gedir meşəyə, məsələn bir qazel odun gətirir. Bir də gedir meşəyə görsə 2 dənə odun götürüb gətirib. Şeylə onu bu qazel şoföründən burada götürür. Xahiş eləməzdi. Ne desin, qağa ondan 2 dənə verəcək də özü bu boyda əziyyətə nə salmısan. Məsələn Muaviyyə deyirdi mənə dünya lazımdır. Əmras da o adam idi ki, Peyğəmbərə iman gətirənlər məcbur qalıb Məkkədən Həbəşistana mühacirət eləyəndə Nəcaşi ilə Əmrasın dostluğu var idi. Elə deyirdi. O getmişdi, bunları alıb gətirsinlər Məkkədə öldürsünlər, edam eləsinlər. Vermə. Val dəyişdi, belə desək, bizim kətçilər demişkən. Gördük o burada alınmır, döndü gəldi bu libasla başladı. Yaxşı, o Əmrasın elə zaten xasiyyəti idi. Halalzadəligində söz var idi, filan idi, bəs məkan idi. Muaviyyə də deyirdi ki, mənə dünya lazımdır. İmam Həsən əleyhissalamla sülh bağlayanda dedi ki, cırdı elə orada da qoydu ayağının altına ki, bunlara dedi, cəmaata dedi ki, elə bilirsiniz, mən sülh elədim, siz gedib yaxşı, rahat ziyarət eləyəsiniz. Namaz qılası olursunuz. İmam Həsən bəyəm sizin ziyarəti zamanı idi. Mən sülh elədim ki, müxalifim olmasın, sizə tam şəkildə, rahat şəkildə hakimiyyət eləyim və istədiyimi də tətbiq eləyim. Çünki o olanda mən istədiyimi tətbiq eləyə bilməyəcəkdim. Çıxıb gedəcəkdiniz onun yanına. Mən buna görə sülh eləmişəm. Amma Əbu Musa, sən nə gözləyirdin? Sən nə gözləyirdin? Belə baxanda Əmrasla Əbu Musanın elə bir fərqi yox idi. Nə Əmras belə kişi kimi durmuşdu Muaviyyənin yanında, Əleyhisselamın əleyhinə. Amma Əbu Musa Əleyhisselamın tərəfindən çıxdı. Əleyhisselam razı da olmasa, Əleyhisselam onu təsdiqləməsə də, Küfə cəmaatının təkidi ilə nədir? Çıxdı Əleyhisselamın tərəfindən, başladı Əleyhisselam onu təmsil eləməyə. Əleyhisselamı təmsil eləməyə. Malik ona dedi ki, bədbəxt, çıxıb birinci danışma. Qoy o danışsın, sonra sən danış. Səni alladacaq. Ona da baxmadı. Ona da baxmadı. Nə oynayırdı, heç özü də bilmirdi. O Əmras, onu 2 nəfər indi çıxdılar, mənbərə çıxmalıdırlar. Axı Malikəşlər tapşırır Əbu Musaya ki, birinci sən çıxma. Əmras başladı onu tərifləməyə, sən şeyxsən, sən bizim böyüyümüzsən, sən o mədhələr, o bilir, ona da layiq deyildi. Başladı mədh eləməyə, təriflədi. Bu da o qədər şişdi ki, o deyilən sözləri də yadınıza salmadı. Birinci çıxdı, oturdu oradakı dedi. Bəlkə də Əleyhisselamın elə həmin bu cümlə Əmrasa aiddir. Deyir, sənə müraciət olunan məsələlərin and olsun Allaha, heç birini həll eləməyə nə etimad yoxdur səndə. Yəni sənə etimadlı olması deyil. Küfə cəmaatına dedi, bax gördünüz, necə sürüşdü getdi. Nə də heç sən onları həll eləyə bilməzsən və sənə verilən təriflərin də heç birinə də layiq deyirsən. Bu bədbəxt sənə tərif eləmir. Əslində sənə 5-6 dənə sözlə neyinir? Alladır, bəli. İnsandır da bu cür olur. Nəhu zəlumən cəhula. Zəufa. Zəufa da deyir də Quran. Digər ayədir ki, insan çox zəifdir. Zəifliyi Allah yeməyində, içməyində, dağa qaçıb çıxmağında demir ki, zəifliyi ondadır da. Məsələn, Əmras kimi, Ayətullah Cavad deyir, bunlar əslində insan üçün təhqir deyir, insanın ünvanlarıdır. İnsan zalim də olur, insan cahil də olur, insan zəif də olur. Özdə gəlir kimin qabağında, məsələn, istəyir həkəmiyyət eləsin. Ki, sən o adamın qabağında istəyirsən həkəm olasan ki, o deyir, mənə bir dənə məhkəmə salonu təşkil edin, Tevrat əhlinə Tevratla, Zabur əhlinə Zaburla, İncil əhlinə İncillə, Quran əhlinə də Quranla, Həzrəti Davudun qəzavətindən eləyib.
and olsun Allaha deyir, 7 dənə iqlimi mənə verələr, qarışqanın ağzından arpanın qabığın, dənəsin də yox ha, qabığın, zülm yolu ilə almaram. O qarışqaya da zülm eləyib, onun ağzından almaram onu. And olsun Allaha, dünyanı hamısını mənə verəsən. Sən durub bunun qabağında nə edirsən? Həkəmlik edirsən. Həkəmlik edirsən, bəli. Sən Peyğəmbər görməmişdin, demişdi, Əli Qəsim-i Nar vəl Cənnə məsələn əhli idi. Elə deyir. Həmin o əlqiyə fi cəhənnəmə kullə kəffarın ənidin, əlqiyə siz 200. Bəzi təfsirlər deyirlər ki, siz 200 atın cəhənnəmə, bütün o inatçar kafirlər. Mələklər rəqibləri oldu. Bəzilər deyirlər ki, əslən Peyğəmbər və Əli idi. Sizə Peyğəmbərə xitab edir ki, siz 200. Siz 200 atın cəhənnəmə. Bu adam duracaq orada, götürəcək, gələn gəl buraya, keç burası. Sən də durub bunun qabağında həkəmiyyət edir. Əqzakum Ali. Bəli, ən qəzalı, ən yaxşı hökm çıxardılmaz. Hacı, bu cümləni mən oxuyum, sonra deyəsən vaxtımız tamam oldu. Tamam olub vaxtımız. Burada bir iki dənə sözlər qaldı. İndi gələn dəfəyə qismət olsa oxuyarıq ya, indi keçərik belə. Deyir, Həzrət gör nə deyir bu cür adamın barəsində. Ki, deyirsən, rahat neynə? Rahat denən bilmirəm də. O məsələni ki, bilmirsən, rahat denən bilmirəm. Şeyx Ənsari mənbərdən düşürdü, deyirdi, bilmirəm. Deyirlər, sən bunun kitabın yazmışsan. Dedi, qoy tələbələr öyrənsin bilmirəm deməyi. Qoy tələbələr öyrənsin bilmirəm deməyi. Bax, Əli əleyhissalamda hədisdə deyir ya Həzrəti Peyğəmbər, La yəstəhiyyənnə hədən minkum izə suilə əmmə la yələmən yəqulə la ələmü. Heç vaxt həya eləməyin, utanmayın bir şeyi ki, bilmədiniz, bilmirəm deməyə. Bilmirsiniz denən bilmirəm, heç kimi öldürmürəm, öldürmürlər ona görə. Əksinə cəmaatın xoşu gəlir. Nə boyda alim olasan, nə boyda akademik olasan, professor olasan, nə bilim, hamısından olasan, cəmiyyətin gözünün qabağında, canlı yayımda, böyük tribunada sənə verilən bir dənə sualı desən bilmirəm, sənə 10 dənə ağılsız adam irad eləsə, buna professorumuza baxıb, bunun hələ bu bilmir, filan. Amma 100 nəfər deyəcək, Allah dədivə rəhmət eləsin. Bir var yalandan düzüb qoşub, cəmaatı Allah dedi. Bir də var ki, deyir, bilmirəm də. Bilmirəm. Ondan da sonra və la yəstəhiyyənnə əhədin İza ləm yələmi şeyən yətəəlləmə. Bir də heç vaxt bir şeyi bilmədiyinizi öyrənməkdən həya eləməyin. Utanmayın. Hətta bu keçən dəfə dedi, Həzrət Peyğəmbər dünyasını dəyişəndə deyir, mən 4 tayfanın üstünə qoyuram, dini gedirəm. Biri də cahillərdir. Ya Rasulallah, ömür dinin cəhalətin əleyhinədir. Ömrü boyu cahillərin əleyhinə çalışmısan. Sən dinin üstünün cahillərin boynuna qoyursan, deyir, bəli. Hansı cahillərin? Deyir, onlar ki, utanmırlar öyrənməyə. Utanmırlar öyrənməyə və onlar öyrənəcəklər. Neçə yerdə utanmaq olmaz, bir də elm. Həyaul humq deyirlər də ona, axmaqlıq həyası. O həyaul öyrənməlisən. Bu cümləni deyirdim, acı deyir ki, təsruxu min cəvri qəzaihi əddima. Deyir, bax, bu cür adamın pis mühakiməsindən, pis qəzavətindən qanlar fəryad edir. O qədər bilməmək üzündən, cəhalət üzündən hökm çıxardıb, fətva verib, qəzavət edib, insanların qanı tökülüb, deyir, qanlar fəryad edir və təavvücü minhəl məvariz və haykü salır, qışqırırlar, nalə eləyirlər bunun pis qəzavətindən varislər. Gəlib deyib, məsələn də, laplor dildə desək ki, dədəm ölüb, bu irsi bizim aramızda böl. Başın çıxmır, dönən gedib bilənin yanına. Özün vurmayıb yerə, irsi bölüb, o qədər adamlar ac qalıb. Birinə məsələn yarısı düşüb, birinə heç 1/10 də düşməyib. Demək istəyir ki, sənin bu düzgün olmayan qəzavətindən, hakimiyyət, yəni bu hakimlik eləməyindən nədir? O qədər qanlar fəryad eləyir və o qədər ac qalan insanlar nalə eləyir. Sən onların çörəyin kəsmirsən, sən onların qanını tökümsən. Allah bizi onlardan uzaq eləsin. Amin inşallah. Hacı, təşəkkür edirik sizə. Çox faydalı söhbət oldu, çox faydalandıq. Allah razı olsun inşallah. Bu qədər. Allah əmanət olun və selamun aleyküm və rəhmətullah.